Okay, getdik. Deməli, düzəltmə isimlərə gəldikdə isə düzəltmə isimlər saffikslər və prefikslər vasitəsilə düzələcəkdir. Saffikslər ismin sonuna əlavə olunan şəkilçilərdir ki, burada bir neçəsi qeyd olunubdur. Məsələn, ən çox istifadə olunan şəkilçilərdən ESS, actress və ya ship şəkilçisinin özü, friendship. Ship şəkilçisi bilirik də, həm də mürəkkəb isimlərin düzəlməsində istifadə olunacaqdır. Əgər ayrıca tərcümə olunursa, məsələn, warship, müharibə gəmisi, orada artıq mürəkkəb isimdir. Yox, sadəcə ismə qoşulub lig, dostluq, friendship bu kimi tərcümə olunursa, orada artıq şəkilçi funksiyasında çıxış etmiş olacaqdır. Bundan başqa mücərrəd isimləri düzəldən dom şəkilçisi, kingdom, krallıq. Başqa nəyi deyə bilərik? Age şəkilçisi, village, qeyri-məhsuldar şəkilçilərimizdəndir. El şəkilçisi, buyer, or şəkilçisi, direct və yaxud da ki, beg və s. bu formada istifadə olunur. Daha sonra mücərrəd isimlərimizi düzəldən şəkilçilərdən hood şəkilçisini deyə bilərik, childhood, manhood. Ment şəkilçisi development, develop, feildən yaranan isimdir. Və burada da əlavə qeydlər var. ING şəkilçisi homonim şəkilçidir. Biz bilirik ki, ING həm sifətin düzəlməsində istifadə olunacaqdır, həm gerundun yaranmasında istifadə olunur. Məsələn, sleeping. Başqa nə deyə bilərik? Həm də ki, P1-in, present participle'ın düzəlməsində istifadə olunacaqdır. Məsələn, a sleeping bag. Burada gerunddur. Nədən bilirik ki, gerunddur? Forla əvəzləyəcəyik. A bag for sleeping. Amma desək ki, a sleeping child və yaxud da the sleeping child, yatan uşaq, orada artıq P1 funksiyasında çıxış etmiş olacaqdır. Axşamınız xeyir olsun, müəllimə. Bunlar olacaqdır saffikslər. Bir də var ki, ismin əvvəlində gələn şəkilçilərimiz. Çox üzr istəyirəm. Söz önü olanda diqqət yetiririk. Əgər birinci hissədəki isimdirsə, bəli, cəmlənməni birinci hissəyə verə bilərsiniz. Düzdür, cəmlənməyə hələ var, bilmirəm niyə bura keçdim. Amma yox, birinci tərəfə baxırıq ki, birinci tərəfimiz feildir. O zaman cəm şəkilçisi ikinci hissəyə, yəni söz önünün özünə əlavə olunacaqdır. Belə. Bura qədər suallarınız varsa, buyurun, zəhmət olmasa. İkinci hissəyə gəldikdə isə, burada artıq biz ismin quruluşca növlərini yekunlaşdırdıq, qoyduq bir kənara. İkinci hissəyə gəldikdə isə, artıq biz xüsusi isimlər, ümumi isimlərlə tanış olacağıq, sayılan, sayılmayan, mücərrəd isimlər, konkret isimlər və s. Bizim ikinci hissəmiz bundan ibarətdir. İsimlər semantik xüsusiyyətinə görə iki yerə ayrılır. Hansıdır bu isimlər? Bir var ümumi isimlər. Ümumi isimlər ətrafımızda gördüyümüz hər şey, amma ki, onlar kiçik hərfdən yazılmalıdır. Məsələn, insan ümumi isimdir. Niyə? Çünki kiçik hərfdən yazılır. Xüsusi isim insan adları. Proper noun, məsələn, Jane. O artıq xüsusi isim olacaqdır. Dağ ümumi isimdir. Amma dağın adı The Alps artıq xüsusi isimdir. Common noun ətrafda gördüyümüz hər şey, hansı ki, onlar kiçik hərflə yazılır. Bunlar ümumi isimlərdir. Amma ad bildirən isimlərimiz isə artıq böyük hərfdən yazılacaq və onlar xüsusi isimlərdir. Bunların ikisini bir-birindən fərqləndirən nədir? Ümumi isimlər cəmlənə biləcəkdir. Mən cəmlənə bilir. Ümumi isimlər artikellardan istifadə olunacaqdır. Mən rahatlıqla deyə bilirəm. Qarşısında miqdar sayılarını deyə biləcəyəm. Two women demək olur. Amma xüsusi isimlərə gəldikdə isə, onlar bu saydıqlarımızdan artıq məhrumdur. Bir-iki istisna məqamlar xaric, digər halda biz xüsusi isimləri miqdar sayı ilə deyə bilməyəcəyik. Xüsusi isimlər qeyri-müəyyən artikellə istifadə olunmayacaq, istisnalar xaric. Deməli, bir halda biz xüsusi isimlərə bəlizi artikelini verə bilərik. Deyəcəksiniz ki, bəs dağ adlarıdır, dağ adlarıdır, ada adlarıdır və s. O ayrı. Burada insan anlayışını ifadə edən xüsusi isimlərdən söhbət gedəcəkdir. Məsələn, desək ki, Aliyev bu xüsusi isimdir. Mən buna Z artikelini verə bilmirəm. Amma demək istəyirəm ki, Əliyevlərin mənzili, evi və s. O zaman bütöv bir ailə üzvünü ifadə etmək istədikdə mən qarşısına Z artikelini qoyuram.
Amma bir şərtlə ki, sonunda S şəkilçisi olsun. The Aliyevs, Əliyevlər artıq bütöv bir ailəni ifadə elədi. Bu halda bəli, biz onu cəmləyə biləcəyik. Və cəmlənmədə də yelik sadəcə apostroflu olacaqdır. Niyə? Çünki zaten S-i var. Bu formada istifadə olunur. Proper nounlar bu formada cəm şəkilçisi və Z artiklı qəbul edəcəkdir. Daha sonra ümumi isimlərə keçdikdə isə, ümumi isimlərdə öz növbəsində mücərrəd isimlər və konkret isimlər. Konkret isimlər gördüyümüz, toxunduğumuz hər bir şey. Mücərrəd isimlər isə gözlə görə bilmədiyimiz, toxuna bilmədiyimiz isimlərdir. Onu da qeyd edək ki, bəzən testlərdə deyir ki, bütün mücərrəd isimlər sayılmayandır. Sizcə bu ifadə doğrudur, bütün mücərrəd isimlər sayılmayandır. Biz bunu doğru isim kimi, doğru variant kimi qəbul edə bilərik, müəllimlər. Nə deyirsiniz? Xeyr, müəllimə. Bəli, xeyr. Hansı isimlərimizi misal göstərə biləcəyik ki, hansı ki onlar mücərrəddə, amma deyə bilirik onları, biz cəmləyə bilirik. Hansı isimlərimizi misal göstərə bilərik? Məsələn, dream, arzu kimi sayılır, cəmlənir, amma yuxu kimi sayılmır da. Hope, yenə o qaydada. Daha sonra impression, təəssürat, beauty, difficulty, idea, hardship, bəli. Onlar mücərrəd olsa da, amma biz onları cəmləyə bilirik. Bəs bizə desək ki, bütün ümumi isimlər sayılandı. Bəs bu necə? Sizcə doğrudur bu? Bütün ümumi isimlər sayılandır və biz onları cəmləyə biləcəyik. Doğru deyək buna? Bəli. Deyək müəllimə buna doğru? Xeyr, mən. Xeyr. Çünki məsələn ümumi isimlərimizdən bread, onu sayılmır axı. Cheese sayılmır axı. Bəli. Deməli, bütün ümumi isimlər sayılandır desək yanlış, bütün mücərrəd isimlər sayılmayandır desək yenə yanlış. Hər yerdə bir dənə o istisna olmalıdır da. Belə. Yaxşı. Düzdür, biz ümumi abstrakt isimləri deyirik ki, onlar artikeldan istifadə oluna bilmir, miqdar sayına istifadə oluna bilmir. Amma xüsusi bizim hallarımız var da, onların qarşısına təsviredici bir sifət qoyanda artikel qoya biləcəyik. Biz artikel qoyanda bu artikel bəyəm onun sayıldığını göstərir, yoxsa məsələn education sayılmır. Desək ki, a secondary education. Sizcə bu zaman education sayılan oldu? Artikel qoysaq, necə düşünürsünüz? Xeyr, digər cümlədəki digər sözə aid olunur məncə. Aha, gəldi bu sözə aid oldu müəllimə. Baxın, bu education sözünə aid oldu. Bəyəm bu education sayıldığını göstərir. Bax bu artikel nəyi ifadə elədi ki? Bayaqda education sayılmırdı. Təsviredici sifət qoyan kimi, təsviredici bir söz qoyan kimi artikeli qoydu. Təyin qoyan kimi bəli. Nəyi bildirəcəkdir bu burada? Bu onun sayıldığını göstərmir. Sadəcə olaraq, bəli müəllimə, sadəcə olaraq qüvvətləndirici, bəli qüvvətləndirici bir ədad funksiyasında çıxış edir. Bəs biz adjektiv qoysaq falan, bu situasiyada biz education sözünü cəmləyə bilərik. Qarşısında sifət gəlib də, cəmləyək sizcə biz bunu. Belə bir şey mümkündür. Xeyr. O da mümkün deyil. Bəli, biz təsviredici təyin qoyub artikel qoya biləcəyik. Bu onun sayıldığını ifadə etmir, mənasını gücləndirir. Amma heç bir halda biz onu cəmləyə bilmirik. Amma onu da qeyd edeyim ki, bütün isimlərə aid deyil. Məsələn, weather sözüdür, water'dır və s. Bu isimlərə aid deyil. İstisna bəzi isimlər var ki, onlara daxildir. Burada da onlara aid nümunələr var. A deep knowledge, dərin bir bilik. A short laugh, qısa bir gülüş və s. Bu formada istifadə olunur. Sayılmayan isimlərdə burada nümunələr var, göstərilibdir. Hansı təyin edicilərdən istifadə olunur? Zaten bunu biz inşallah ki, növbəti dərslərdə geniş keçəcəyik. Sayılmayan, burada ən çox bizim diqqətimizi çəkən partitivlər olacaqdır. Məsələn, water sayılmır. Water müəllimlər, zəhmət olmasa yazmayaq da ekranı. Water sözü sayılmır. Bəlkə mən demək istəyirəm ki, mən bir stəkan su istəyirəm. O zaman nədən istifadə edəcəyik? Partitivlərdən. A cup of tea, a glass of tea. Burada xəbər sizcə, məsələn, 2 cups desək, xəbər hansı hissəyə görə təyin olunacaqdır? 2 cups desək, belə bir ifadə yazsaq. Müəllimə, of hissəsinə görə. Ofdan əvvələ görə. Bəli, ofdan əvvələ görə.
Of-dan əvvəl isim varsa, xəbər of-dan əvvələ görə təyin olunacaqdır. Ancaq of-dan əvvəl təyin edicilər varsa, məsələn, oldu, samdır və s. təyin edicilər olanda biz of-dan sonraya baxırıq. All of the, some of the students. Əgər of-dan əvvəl isim varsa, xəbər of-dan əvvələ. Yox, of-dan əvvəl təyin edicilər varsa, quantifierlər falan varsa, o zaman biz xəbəri of-dan sonraya görə veririk. Aha. Bura qədər suallarınız varsa, buyurun, zəhmət olmasa. Aha, bu belə. İndi gəldik nəyə? Biz deyirik ki, bəzi isimlərimiz, əksər isimlərimiz sayılmır. Amma necə olur? Düzdür. Bəzi isimlərimiz sayılmasa da onların sinonim mənaları vardır ki, hansı ki onlar sayılacaqdır. Testlərdə daha çox qarşımıza çıxan ifadələr. Məsələn, görürük ki, view sözü. View-nun qarşısına artikel gətirib qoyubdur. Amma scenery gələndə deyirik ki, bu da mənzərə mənasını ifadə edir də. Bu da sayılandı, xeyr. Scenery sözü sayılmır. Artikel istifadə olunmayacaq. Amma view sayılandır. Səyahətlə bağlı olan sözlərdən yeganə söz travel'dır ki, sayılmayan isimdir. Digərləri tour, trip, cruise, hər biri sayılacaqdır. Biz travel sözünü heç cəmləyə bilərikmi müəllimlər? Travel sözü deyirik ki, sayılmır. Bəs bizim qarşımıza çıxıb onun cəm forması. Bəli, çıxıbdır müəllimə. Bəli. 7-ci sinif kitabında travel sözünü cəmləyibdir. İstisna sözlərdən ki, bəli, travel sayılmır. Amma biz onun qarşısına təyin edici qoyanda cəmləyə biləcəyik. Bəli, müəllimə cüt gəlir. My travels. Bəli, bu formada cəmləyəcəyik. Amma tək formada istifadə olunanda travel sayılmayan isimdir. Belə. Burada da əlavə nümunələr qeyd edib. Baxın, money pool sayılmır. Amma onun tərkibinə daxil olan note, coin, qəpik, dollar, bunlar artıq euro, bunlar artıq sayılacaqdır. Furniture sayılmır. Amma onun tərkibinə daxil olan sofa sayılacaqdır. Chair, table sayılacaqdır. Song sayılır, music sayılır. Bəli, müəllimə. Mən baxışam. Buradayım, müəllimə narahat olmayın. Bir dənə sual vermək olar? Üzr istəyirəm müəllimələrdən. Burada deyirsiniz, money daxil olanda coin, bir də nə idi o, silindi getdi. Onları necə ayıraq biz testdə? Necə bilim müəllimə, onu necə ayıracam mən? Money sözünü deyirsiniz müəllimə? Aha, hə, testdə mən necə ayırım ki, onun tərkibində note, coin olsa, qəpik məsələn. Olur da xanım, situasiyada normal olur. Money sözünü görsəz, I have a lot of money. Money sözü sayılmır. Bu sözün özü sayılmır. Bax, bunu tək də qoyacaqsınız. Amma artıq coin, dollars desəz, I have a lot of dollars. Orada artıq dollar sözü sayılır da. Siz bu isimləri görsəz, cəmləyə bilirsiniz. Coin sözünü görsəz. Manat, dollar sözü olsa, onda sayılır da. Onu demək istəyirəm, qarşısında manat, dollar sözü görsəm. Testdə, hə? Money sözünü görsəz, bəli, money sözünü görsəz, o sayılmır. Amma pul vahidlərindən, dollardan, manatdan, qəpikdən, eurodan, bunlardan hər hansı birinə rast gəlsəz, artıq siz onları cəmləyə biləcəksiniz. Artikeldan da istifadə edirsiniz. Çox sağ ol müəllimə. Siz sağ olun müəllimə, buyurun. Burada da yenə əlavə sözlərimiz var. Məsələn, work sözü sayılmayacaq iş kimi, amma əsər kimi sayılır. Bir də müəllimlər, belə bir söz var ha. Baxın bu söz. Biz bu sözdə heç rast gəlmişik. Works. Rast gəlmişik biz bu sözə. Bəli. Aha. Bəli. Deməli, bu söz isə sonu s-lə bitən sözdür. Deyəcəksiniz ki, cəmdir, xeyr, təki cəmi eyni olan isimdir. A works, bir zavod. Bir zavod deməkdir. Və ya qarşısından artiklı silsəm, heç bir şey qoymasam, zavodlar. Sonu s-lə bitən, təki cəmi eyni olan isimdir. Works. Zavodlar. Bəli. A works, bir zavod, works, zavodlar. Sonu s-lə bitən, təki cəmi eyni olan isimdir. Burada da work iş mənasında sayılmır, əsər mənasında biz onu cəmləyə biləcəyik. Və daha sonra, məsələn, hair sözü. Əgər saçdan söhbət gedirsə, o cəmlənməyəcək. Amma a hair, a few hairs, a hair, bir tük dənəciyi kimi, bəli,
Məsələn, I found a hair in my soup. Supumdan bir tük tapdım. Bir tük dənəcəyi kimi bəli siz onları artıq sayıla bilən isim kimi götürəcəksiniz. Glass şüşadıdır. Tin qalay. Material. Hər ikisi material adıdır. Rubber rezin material adıdır. Material adları sayılmır. Olduğu kimi, yəni tək formada götürəcəksiniz. Amma a glass olacaqdır stəkan və ya glasses cəmləsəz olacaqdır eynək. A glasses case eynək qabı. Glasses eynək. Və ya burada başqa nə var idi? Rubber rezin sayılmır. Amma bir də rubberni bir pozan kimi götürəcəyik. Bir də sonuna s versək rezin çəkmələr. Daha sonra tin konserva qutuları olur. Bir konserva qutusu kimi bəli bunlar sayılacaqdır. Traffic sözü sayılmır. Amma traffic jam tıxac kimi traffic jam cəm sözü gəlsə sayılacaqdır. Mürəbbə kimi yox, çünki qida vasitəsidir. Qida vasitələri sayılmır. Amma tıxac mənasında bəli biz onları sayıla bilən kimi götürəcəyik. Experience sözü təcrübə kimi yox, amma sərgüzəşt mənasında bu da yenə sayıla bilən isimlərdir. Time sözü sayılan. Məsələn, Müəllimə yenidən qoşulmusunuz. Rekordu vurarsınız da zəhmət olmasa. hə müəllimə gedir rekord. Olunur. Almaz müəllimə. Bəli, bəli. Burada Rabes yazdınız, bir də ki Glasses yazdınız. Orada Glasses'də bilirəm ki, o sayılanda, Rabes'də isə artıranda onu sayılmış kimi götürürük, cəm forma kimi. Bəli, müəllimə. Bir pozanlar kimi cəm götürə biləcəksiniz. sayılır. Bəs Rezin olanda Rabə amma qoysaq sayılmır. artıq onda tək olacaq, eləmi? Rabə, bəli, bir pozan. Bir də rabə bilirsiniz nədir müəllimə? Sonuna is artıranda. Rezin çəkmələr olur. Kənd yerində gelir tez-tez. Bəli. Rabə. Yox, artıq orada şeydən söhbət gedir axı. Çəkmə iki hissədən ibarət olan isimdir. Orada artıq biz onu cəmləyə biləcəyik. Belə. Bir də burada ən çox bizim diqqətimizi çəkən room sözüdür. Room boş yer mənasında bəli sayılmır. Testdə indi rast gələcəyik biz inşallah ki MHM time baxanda görəcəyik. Otaq mənasında isə sayılacaqdır. Bir də ən əsası deməli, qida məhsulları. Məsələn, balıqdır və yaxud da deyək quzudur, qoyundur, inəkdir, cücədir və s. Bunlar əgər canlıdırsa siz onlarda artikel qoya biləcəksiniz. A fish. Nə deyək? A lamb. A chicken. Sayılandırsa Müəllimə, balıq olaraq sayılır, balıq əti olaraq sayılmır. qida məhsulundan, bəli müəllimə. Əgər yox, o qida məhsuludursa, çox sağ olun Fatimə müəllimə, yaxşı olasınız təki. Əgər qida məhsuldursa, cansızdırsa, bəli, o zaman siz onu sayılmayan kimi götürəcəksiniz. Axı biz dedik axı qida məhsulları sayılmır. Belə. Bir də ki, drawingdən painting, rəssamlıq kimi və yaxud da cızmaqara kimi drawing sözü sayılmır. Amma şəkil kimi buna da çox rast gələcəksiniz. Şəkil kimi, bəli, şəkil kimi artıq siz onu sayılan isim kimi götürə bilirsiniz. Burada əlavə olaraq qeydlər var. Məsələn, water sözü sayılmır, snow sayılmır, sand sayılmır. Amma müəllimlər, bax bu birləşmələrin tərkibində bunlar cəmlənə biləcəkdir. Sırf bu birləşmələrin tərkibində. Sırf bu. Bir də in all weathers ifadəsi var. Bu ifadələrin tərkibində sayılacaq deməkdə cəmlənəcəkdir. The blue waters of the Atlantic Ocean, the frozen snows of Siberia. Dərslərimiz başlayıbdır digər qruplar üçün də. Və the sands of the Sahara. Bu zaman bu isimlər cəmlənəcəkdir. Bircə bunların tərkibində in all weathers, my travels. Bu isimlər istisna isimlərdir ki, bəli, cəmlənir. Səsləri bağlayaq müəllimlər zəhmət olmasa. Daha sonra, məsələn, biz deyirik ki, maye halında olan isimlər sayılmır və yaxud da ki, qida məhsulları da sayılmır. Bəli, onlar sayılmır. Amma istisna bir məqamlar var da, yenə gəlib bu istisnalar düşəcəkdir. Dedik ki, onların qarşısında təsvir edici sifət gələndə, təsvir edici təyin gələndə biz onları götürə biləcəyik. Məsələn, wine sözü sayılmır, düzdürmü? Amma an excellent wine desək, excellent sözü gəldiyinə görə article qoya bilirik. Oil
neft, yağ sayılmır. Maye halında olan isimlər sayılmır. Amma a light oil, ucuz neft, o zaman artıq biz artikel qoya biləcəyik. Bu onun sayıldığını göstərmir. Sadəcə olaraq mənasını gücləndirəcəkdir. Daha sonra əlavə qeydlərdən, məsələn, food sözü sayılmayan isimdir. We have no food at home sayılmır. Amma istər food olsun, istər fruit olsun, biz onlara aid nümunələr gətirsək, artıq onları cəmləndirə biləcəyik. Baxın, fruit, food sayılmır. Amma nümunələr gətirsək, grain and vegetables are useful goods. Burada artıq cəmlədik. Niyə? Çünki burada xüsusi hal var. Ümumi halda sayılmır. Amma xüsusi hallarda biz cəm formada götürə biləcəyik. Fruit sayılmır. Orange and apples. Ona aid nümunələr gətirdiyimizə görə cəm formada istifadə edə bilirik. Baxın, many fruits. Bir çox meyvələr şirin dad verir. Burada da artıq peaches, apples, pear və s. nümunələr gətirib dedik, yenə cəmləyibdir. Bu belə. Bayaq qeyd etdiyimiz sayılmayan isimlər, biz sayılmayan isimləri də, məsələn, sayı ifadə etmək istəyirik. Pendir sayılmır. Mən necə deyim ki, mən 2 dilim, 3 dilim pendir istəyirəm və yaxud da su istəyirəm, 1 kilo mənə ət lazımdır, bir boşqab mənə düyü lazımdır və s. Nəsə belə bir ifadələr, bir kisə düyü lazımdır. Bu isimləri ifadə etmək üçün, sayla ifadə etmək üçün bu birləşmələrdən istifadə edəcəyik. Amma diqqətli olmaq lazımdır ki, bu birləşmələr özlərindən sonra həm də sayıla bilən isimlər götürürlər. Məsələn, a kilo of meat. Meat sayılmır. 1 kilo ət. Amma mən desəm ki, a kilo of apples, artıq apple-ı cəm formada verməliyəm. Özlərindən sonra sayılan isim mütləq cəmdə gəlməlidir. A sack of coal. Bir kisə kömür. A bunch of flowers, grapes. Sayıla bilən dedik, artıq biz onu cəmlədik. A slice of cheese. Tək formada gəldi. A piece of information. A piece of fact. Bir informasiya, bir fakt. A glass of water. 2-3 stəkan demək istədikdə 2 glasses of water, 2 cups of water. Ofdan əvvəlki hissəni cəmləyirik. Xəbər dili ofdan əvvəlki hissəyə görə təyin olunacaqdır. Bu da belə. Müəllimlər, qaranlıq qalan məqamlar yoxdur ki? Xeyr. Aha. Gəldik bura cəmlənməyə. İsmin cəmlənməsi zaten bilirik. S və ya ES şəkilçisindən istifadə edəcəyik. Sonu bu hərf birləşmələri ilə bitərsə S, SS, XZ, CH, SH, TCH, O və s. Bu hərf birləşmələri ilə bitəndə artıq ES şəkilçisi bizim köməyimizə çatacaqdır. Box, boxes, fox, foxes və s. Address, addresses və s. O hərfi ilə yenə bitənlərdə ES əlavə edirik. Potato, potatoes. Tomato, tomatoes. Hero, heroes və s. Bir də var ki, sonu O hərfi ilə bitib, amma cəmlənmə zamanı sadəcə S şəkilçisi qəbul edənlər. Biz buna nə deyirik? Yəni, beynəlmiləl sözlər deyək də, bütün deyək ki, millətlər tərəfindən istifadə olunan və mənası da anlaşıqlı olan ifadələrdir. Radio, radios. Sonu O ilə bitibdir, amma cəmlənmədə nə əlavə etdik? Sadəcə S şəkilçisindən istifadə etdik. Solo, solos, sadəcə S əlavə etdik. Photo, photos, sadəcə S əlavə etdik. Daha sonra nədir? Video, videos, disco, discos, studio, studios və s. Ümumşək sözlər, bəli müəllimə. Hər kəs tərəfindən istifadə olunan və mənası hər kəs tərəfindən anlaşıqlı olan sözlərdir ki, biz bunların cəmlənməsində sonu O hərfi ilə bitməsinə baxmayaraq sadəcə S əlavə etdik. Burada amma burada nümunələr var, bunlara aid bir-iki dənə əlavələrimiz olacaqdır. Deməli, bəzi sözlərimizdə var ki, bəli, sonu O hərfi ilə bitir. Biz bunların cəmlənməsində həm S qoya biləcəyik, həm də ES şəkilçisindən istifadə edəcəyik. Volcano sözü həm volcanoes S qəbul edəcəkdir, həm də ES qəbul edəcəkdir. Zero sözü cəmlənmədə sonu O hərfi ilə bitibdir. S də qəbul edə bilər, ES də qəbul edə bilər. Daha sonra nədir? Tornado S də qəbul edə bilər, ES də qəbul edə bilər. Başqa nə yaza bilərik? Buffalo buradadır. Mango. Bu da eyni formada.
həm S qəbul edə bilər, həm də ES şəkilçisi ilə cəmlənə bilər. Motto, şüar. S də qəbul edə bilər, ES də. Deməli, birinci cərgədə verdiklərimiz hero, potato və s. onlar ES qəbul etdi. Bu cərgədə verilən ümumşək sözlərimiz O hərfi ilə bitməsinə baxmayaraq sadəcə S şəkilçisi. Aşağıdakılar da həm S, həm də ES ilə düzələ bilər. Heç bir yanlışlıq yoxdur. NR-ni zaten bilirik. Brother, present, din qardaşları. Bu belə. İndi gəldik əsas məsələyə. Deməli, mən, woman sözləri. Əgər mürəkkəb sözün tərkibində birinci hissədə gələcəksə, birinci hissədədirsə, həm özü cəmlənir. Məsələn, man driver. Olacaq da men drivers. Həm özü cəmlənir, həm də özündən sonraki ismi cəmləyəcəkdir. Woman driver, women drivers. Həm özü cəmlənəcəkdir, həm də özündən sonraki ismi cəm formada verir. İçlərində bir dənə, məsələn, başqa nə deyə bilərik? Man, farmer, men, farmers bu formada. Amma içlərində istisna ismi var ki, hansı ki o da testlərdə çox istifadə olunur. Man, eater. Bu isim necə cəmlənər sizcə? Bir də human eater. Biz bu isimləri necə cəmləyərik? Birinci tərəfdə ikinci tərəfi hər ikisini də cəmləyərmi, yoxsa sadəcə ikinci tərəfi? Sadəcə ikinci tərəf. Bəli, müəllimə. Bəli. A man eater, a human eater. Bu iki sözdə, bəli, sadəcə olaraq ikinci adam yeyən, sadəcə olaraq ikinci tərəf cəmlənəcəkdir. Normalda man, woman birinci tərəfdə gələndə həm özü cəmlənirdi, həm də özündən sonraki ismi cəmləyirdi. Amma bu sözlərdə sadəcə olaraq biz ikinci hissəni cəmləmiş olacağıq. Yox, bu isimlər mürəkkəb ismin tərkibində ikinci hissədə dayanırsa, o zaman cəmlənmədə sadəcə ilə özü cəmlənir. Birinci, zaten polis sözü də cəmdədir. Digər nümunələrdə sportsman, postman sadəcə özü cəmlənəcəkdir. Özündən əvvəlki isimlə heç bir işi yoxdur. Birinci tərəfdə gələndə hökmranlıq onda olurdu. Həm özü cəmlənirdi, həm özündən sonraki isim. Amma ikinci tərəfdə gələndə sadəcə özü cəmlənəcəkdir. A sportsman, sportsmen, idmançılar. A postman, postman. Police woman, police women. Bu formada istifadə olunacaqdır. Bura qədər suallarınız var. Bir də ki, sonu mənlə bitən istisna xüsusi isimlərimiz var ki, onlar bu formada cəmlənir. Romance. Onlar da mən-mənə çevrilməyəcəkdir. Romance, Normans, German. Sonu mənlə bitməsin. Onlar sözün köküdür də əslində, hə? Bəli, müəllimə, sözün özündədir. Əlavə söz olmadığı üçün, sadə söz olduğu üçün sadəcə ikinci tərəf cəmlənəcək. Bir də human sözü. Bu formada cəmlənir. Belə. Başqa burada nə qaldı demədiyimiz? Hə, bunları da dedik. Bir də söz önü vasitəsilə düzələn mürəkkəb isimlər. Görək, burada qeyd olunubdur. Hə, buradadır. Bayaq qeyd elədik ki, əgər cümlədə söz önü varsa, cəmlənmə hər zaman söz önündən əvvələ keçir. Nə zaman? Əgər birinci tərəf isimdirsə. Birinci tərəf isimdirsə, bəli. Cəmlənmə birinci tərəfə keçəcəkdir. Nəsə, yazmamışıq, qoy buradan qeyd eləyək. Deməli, əgər birinci tərəf isimdirsə, cəmlənmə birinci tərəfdə olacaqdır. Mother-in-law. Cəm şəkilçisi gəlib bura düşəcəkdir. Yiyəlikdə ikinci tərəfə düşür. Cəmlənmə birinci, yiyəlik ikinci tərəfə düşəcəkdir. Yox, əgər iki isim söz önüsüz birləşib mürəkkəb isim yaradıbsa, istər öz həqiqi mənasını qoruyub saxlasın, istərsə də öz həqiqi mənasını itirsin. Bu zaman hər iki halda cəmlənmə ikinci tərəfə gedəcəkdir. Söz önü varsa birinci tərəfə, söz önü yoxdursa ikinci tərəfə. Bluebell öz həqiqi mənasını itirən bir sözdür. İnci çiçəyi, cəmlənmə keçəcək ikinci ismə. Bluebells. Daha sonra nə deyə bilərik? Babysitter, üzr istəyirəm. Babysitter
İki dənə isim birləşibdi. Söz önü varmı? Yox. Cəmlənmə gedəcək ikinciyə. Stepdaughter, ögey qız. Cəmlənmə gedəcək ikinci tərəfə. Taxi driver, cəmlənmə necə olar sizcə burada, ikinci tərəfdə? Taxi drivers. Shop assistant, shop assistant. Bəli, ikinci tərəfə gedəcəkdi. Grown up. Bəs burada necə olar sizcə? Grown ups. Ups, möhtəşəmsiniz. Allah, super. Bəs desək ki, a drop out, məktəbi yarım qoyan adam, drop out məktəbi buraxmaqda axı. Drop out burada cəmlənmə necə olar? Ups. Hansı hissəyə ataq cəmi? Drops out. İkinci hissə, birinci hissə dedi ki, isim olanda cəmlənmə birinciyə gedir. Bəs desək ki, başqa nə qaldı? Başqa. Intake-də qəbul. Zaten bu özü bitişikdir deyə yenə ikinci tərəfə S şəkilçisi gedəcəkdir. Belə. Burada ötürdük, bir dənə geridə qaldı. İki hissədən ibarət olan isimlər, məhz nounlardır. Bu məhz noun nədir? Trousers, jeans, socks, scissors. Bu kimi isimlər iki hissədən ibarətdir. Bəyən biz onları bir-birindən ayıra bilirik? Yox. Tək formada istifadə edə bilmirik də, düzdürmü? Onların tək forması olmadığı üçün biz onlara məhz noun deyəcəyik. Bəli. Məhz noun odur ki, təkin, məsələn, bread sözünün cəm forması yoxdur, cəmə sala bilmirik. Trousers sözünü də, eləcə də jeans sözünü də tək bir formada, bir dənə formada istifadə edə bilmirik. Ona görə bu isimlər məhz nounlardır. Tək forması olmayan isimlər, eləcə də cəm formaya sala bilmədiyimiz isimlər məhz nounlardır. Sizcə biz bu iki hissədən ibarət olan isimlərin qarşısında birbaşa rəqəm istifadə edə bilirik? Məsələn, 2, 3, 4 deyə biləcəyik. Məsələn, 2 trousers desək doğru olar sizcə, müəllimlər? Nə deyirsiniz? 2 dənə şalvar. olmalıdır. Biz o zaman, bəli. Çünki dedik ki, sayılmayan isimlərin qarşısında da qətiyyən say gəlmir. To bread deyə bilmədiyimiz kimi, to trousers da Trousers sayılır. Sayılır. Amma ki, müəllimə, siz onu tək formada istifadə edə bilmirsiniz. Tək formada bir dənə şalvarı, bir ayaqdan istifadə etmək olur? Yox. Corabı bir taydan istifadə etmək olur? Yox. Maşını istifadə etmək olar amma müəllim. O sayılır. Necə eləyək bir dənəni, iki dənə geyinək gedək. Ona görə də biz bunların qabağına rəqəm qoya bilməyəcəyik. A pair of birləşməsini istifadə edəcəyik. Bax, bu zaman müəllimə gətirib rəqəmi qoya bilərsiniz. A pair of trousers, 2 pairs of trousers. Bu formada artıq rəqəmi gətirin qoyun. Amma birbaşa iki hissədən ibarət olan isimlərin qarşısına biz rəqəm qoya bilmirik. Xəbərdəki ofdan əvvələ görə təyin olacaq. Müəllimə, tutaq ki, deyirik ki, onda 2 şalvar almaq lazımdır. Nətər deyək onda? 2 pairs of trousers. Bəli, müəllimə. 2 cüt şalvar deyə bilərik də müəllimə. 2 pairs trousers deyəcəyik. Bəli, müəllimə, elə olacaq da. Burada da xəbər bilirsiniz necə olacaqdı? Nə demişdik? Ofdan əvvəl isim varsa, xəbər ofdan əvvələ görə təyin olunur. Baxın, isimdir da pair sözü. Təkdədir deyə gətirdik, iz qoyduq. Ofdan əvvələ baxın, ofdan əvvəl yeni isim gəlib. Mən ofdan əvvələ baxıram. Pairs cəmdədir deyə gətirdim xəbərini də cəmdə qoydum. Belə. Oruç Musayev də deyir ki, bəli, pair sözü cəmlənmir, amma cəmlənəcəkdir ya. Testlərdə qarşımıza çıxacaqdır, biz bu sözü cəmləyə bilirik. Müəllimə, o hissəni sertifikasiya salmışdılar sınağına da, elə özünə də. Artist almışdı. Bəli, müəllimə. Yadınızdadırsa. Bir də sizdən bir şey soruşum, müəllimə. Sizdə onlayn sürücülük dərsləri olurmu? Xeyr, müəllimə, yoxdur. Bildiyim qədərlə yoxdur. Gəldik, buna da baxaq. Buna da baxaq, Füsüday, keçək. Keçək testlərimizə baxaq. Gəldik multi-did nouns. Multi-did nounslar topluluq ifadə edən isimlərdir. Topluluq ifadə edir. Məsələn, police. Özü həmişə xəbərlərdə cəmdə olur. Polis sözünü bəyən biz xəbərin təkdə qoya bilərik. Anlayış kimi amma ümumi olaraq insanlardan polisləri ifadə edirsə xəbər cəm olmalıdır. Police, sonra nə deyəcəyik? People, poultry, military, cattle,
Bunların hər birinin xəbəri cəmdə olur. Multi-digit nounslar Tamam. odur ki, biz onların xəbərlərini cəmdə verəcəyik. Bircə dənə içlərində baxın bu paltridir ki, quşlar, ev quşlarıdır bu. Əgər onların ətindən söhbət gedərsə nə dedik? Qida məhsulları sayılmır. Ətindən söhbət Bəli, gedərsə, bir dənə o halda siz onun xəbərini təkdə qoya biləcəksiniz. Bəli, müəllimə, sayılmır. Digər hallarda mütləq xəbər cəmdə olmalıdır. Məsələn, the cattle are grazing in the meadow. Baxın, malqara otlayır. Xəbərini necə qoyduq? Ardın qoyduq. The clergy have been affected by the new proposal. Ruhanilər yeni təklifdən təsirləndilər. Xəbərini necə qoyduq? Have-dən qoyduq. Niyə? Yuxarıda qeyd etdiklərimizin xəbərləri cəmdə olacaqdır. Bəli, müəllimə, cəmdə olacaqdır. Yenə bir istisnamız var bizim. O da nədir? People sözüdür. People sözü əgər cəmaət mənasını ifadə eləyirsə, insanlar mənasını ifadə edirsə, deməli onun xəbəri cəmdə gəlməlidir. The people are waiting outside. İnsanlar bayırda Tək olur. gözləyir. Bir şəxsdən söhbət gəlsə person olur. People sözünü tək formada istifadə etmək istəsək, o zaman person sözünü istifadə edəcəyik. Bir nəfər person, birdən çox insanla danışarıqsa, o zaman people. Və cəmaət mənasında cəmdə olur. Bir də bu people-un xalq mənası var axı. Xalq mənasında isə o təkdədir və article ilə istifadə olunacaq, əgər bir xalq mənasını ifadə etmək istəyiriksə. Cəmlədiyimiz təqdirdə isə xalqlar mənasını ifadə eləyirsə, sonuna s əlavə edəcəyik. The Turkic peoples, Türk xalqları və ya peoples and cultures of the Middle East. Salam müəllimə, dərsdə ödərsinizmi? Bəli müəllimə, Mətanət müəllimə. Baxın, Orta Şərqin xalqları və mədəniyyətləri çox maraqlıdır. Burada da yenə xalqlar mənasını ifadə elədi. Xalqlar mənasında bəli, siz onu cəmləyə bilərsiniz. Eləcə də polis sözü cəmdə olacaqdır. Çox sağ olun müəllimə, sizdən də. Polis sözü cəmdədir. Biz onu təkə salmaq istədikdə, polis sözünü tək formada istifadə etmək istədikdə hansı birləşmələrdən istifadə edəcəyik? Polis officer ola bilər, policeman, policewoman, police clerk kimi bu ifadələrdən istifadə edirik. Bəli, müəllimə. Bircə dənə polislik anlayışı kimi deyir ki, bir dənə istisna polis sözü, bəli, xəbərini təkdə verə bilərsiniz. O da ki, polislik anlayışını ifadə eləsin. The police as well as the army is a weapon of the state power. Polis, eləcə də ordu, güclü bir dövlətin silahıdır. Polislik anlayışından söhbət getdiyi üçün, bəli, siz bunu xəbərini gətirdiniz, as well as olanda ondan əvvələ baxırıq. Onun xəbərini təkdə qoydunuz. Almaz müəllimə, bu deməli people sözünün yəli halı onda apostrof s-dən sonraya düşür, yoxsa əvvələ düşür? Əgər xalqlar mənasını bildirmək istəyirsinizsə, xalqlar mənasında people sözünü cəmləyə bilərsiniz və yəlik bu formada olacaq. Yox, cəmaət bildirmək istəyirsinizsə, cəmaət mənasında bu söz zaten özü cəmdədir. Yəlik o zaman apostrof içərdə s şöldə olmaqla düzələcəkdir. Belə. Xalqlar mənasında cəmləsəniz sadəcə apostrof. Cəmaət mənasında isə zaten o cəmdədir. Cəmdədirsə yəlik sadəcə apostrof s olacaqdır. Bir xalq demək istəsəz, o zaman da yenə bu formada verə bilirsiniz. Bir xalqın mədəniyyəti, adət-ənənəsi. A people's culture or tradition. Belə. Təki, cəmi, eyni olan isimlər. Təki, cəmi, eyni olan isimlər. A sheep, bir qoyun. Sheep-i təkcə qoysam və ya qarşısına many, several, a lot of qoysam cəmliyi bildirəcəkdir. A place, qalxan balığı, bir balıqdan söhbət gedir. Qarşısına many qoysam və ya heç birini qoymasam, yenə biz onu cəm kimi götürəcəyik. A shrimp, kiçik dəniz xərçəngi. A article-ını qoysam, o təkliyi bildirəcəkdir. Amma article-ı götürsəm, əvəzinə many, several, a lot of qoysam və ya heç bir şey qoymasam, yenə də o cəmliyi ifadə edəcəkdir. Bunların içərisində PDF-də yoxdur. Bir-iki nümunə var. A pike ifadəsi
Baxın, bu iki formada da cəmlənəcəkdir. Belə də deyə bilərsiniz. Belə də deyə bilərsiniz. Hər iki formada istifadə eləyə bilirsiniz. İstəyirsiniz, bunlar zəhmət olmasa qeyd götürün. Daha sonra nə edə bilərik? A green fly, həşərat. Bu da iki formada cəmlənəcəkdir. Pig durna balığı. Yazsar. Green fly. Aha, belə də deyə bilərsiniz cəm formasını və ya es də əlavə edə bilərsiniz. Bunlar iki formada cəmlənir. Və ya salmon. Belə də deyə biləcəyik. Və ya sonuna es şəkilçisi də əlavə edə bilirik. Belə. Bunlar hər iki formada cəmlənə bilən isimlərdir. Qeydlərimizi götürdüksə, davam eləyək. Müəllimə, Salman, Salmans. Aha, sonuna es də verə bilirsiniz müəllimə. Və ya sadəcə artikl atıb özündə tək formada deyə bilərsiniz. Artiklsız da yenə cəmlə ifadə edəcəkdir. Yəni bu sözün kökündədir mən, onun adiyyatı yoxdur. A salmon daha doğrusu, a salmon təkliyi bildirir. Artiklı atsaq, salmon cəmli ifadə edəcəkdir. Və ya sonuna, bəli, balıq növüdür. Sonuna es qoysaq yenə cəmli ifadə edir. Bunlar hər iki cür cəmlənir. Bu formada da qala bilər, salmon formasında və ya sonuna es də verə bilərsiniz. Hər iki cəmlənmə forması düzgündür. Pike sözü də yenə. Cəmlənmədə sadəcə pike da deyə bilərsiniz və ya pikes sonuna es də əlavə edə bilərsiniz. Hər iki forması düzgündür. Sadəcə bu üçü cəmlənmir. Müəllimə, əslində cəmləndi ya. Bunları əlavə qeyd kimi sizə göndərəcəm, PDF-də yoxdur. Baxın, a green fly. Bu bir dənədir. Artiklı götürdüm, cəmliyi bildirdi. Və ya es əlavə edib bu formada da cəmdə verə bilirəm. A pike. Bir balıqdan söhbət gedir. Artiklını götürdüm, pike. Cəmliyi bildirir və ya ikinci formada necə cəmləyə bilərəm, sonuna es əlavə edə bilərəm. Pikes bu formada. Yəni bu saydığımız isimlər hər iki formada cəmlənə bilir. Amma burada yazılanlar isə onların təki cəmi eynidir. Onların təki cəmi eynidir. Biz ora artıq es əlavə edə bilmirik. Bircə dənə fish sözüdür ki, o zaman onun müxtəlif növlərindən söhbət gedərsə, balığın müxtəlif növlərindən söhbət gedərsə, o zaman fişi cəmləyə bilərsiniz. Məsələn, different fish gətirib cəmləyirəm. Müxtəlif balıqlar. Hansı balıqlar misal göstərmək olar? Elə salmonun özünü misal göstərək. Pike. Başqa nə deyə bilərik? Gross, trout, alabalıq. Müxtəlif növlərini gətirib cümlə içərisinə qoysaz, fish sözünü də cəmləyə bilirsiniz. Amma ümumi halda fish sözü cəmlənmir. Sadəcə olaraq yanına artıq gətirib qoysaz ki, alabalıq, durna balığı, qırmızı balıq, qızıl balıq və s. qırmızı balıq nəymiş? O formada artıq siz onları cəmləyə bilirsiniz. Fish sözünü cəmləyirsiniz. Belə. Dənizdə balıq var. Hansında cəmləyirik onu? Siz heç birində, onların heç birində cəmləməyəcəksiniz. Çünki fish dolabda desəz artıq o cansızdır. Cansız isimlərdən artikel istifadə edə bilmir. İşlədəndə də. Necə? Əgər zeranla işlətsək, hansında cəm veririk, zera işlədirik? Zera ilə işlədəndə, əgər orada artıq növlərindən danışırsınızsa, baxın, mən sizə nümunə yazdım da necə. Dənizdə, okeanda o mənada cəmlənəcəkdir. Amma soyuducuda desəz, artıq o qida məhsuludur. Qəti və qəti sürətdə cəmləməyəcəksiniz. There are many fish. Baxın, burada cəmləyə biləcəksiniz. In the sea. Dənizdə çoxlu balıqlar var və ya okeanda çoxlu balıqlar var.
Burada artıq müəllimə çeşidlərindən danışırsınız. Müxtəlif balıq növlərindən danışırsınız. Orada cəmləyə biləcəksiniz. Aha. Amma Müəllimə şeydə testdə düşmüşdü bu. Fişdə fishes yazmamışdı da, cəmləməmişdi. Birini zerizlə işlətmişdi, birini zeranla işlətmişdi və düzgün olanı istirdi. İkisində də fish yazılmışdı. aha, soyuducuda olanda zeriz götürürük. Çünki qida məhsuludur, sayılmır. Amma digər halda akvariumda, dənizdə, okeanda və s. orada artıq canlı olduğu üçün zera götürəcəyik. Anladım müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə. Belə getdik bir dənə də qəşəng bir testə baxaq. Müəllimə, sonuncu deyiləni təkrar izah edə bilərsiniz zəhmət olmasa, o şkafda olanı. Müəllimlər, zəhmət olmasa ekranı yazmayaq. Deməli müəllimə, biz əgər soyuducuda desək, o artıq cansız da qida məhsuludur. Qida məhsuludur olduğu üçün sayılmır. Sayılmayan ismin xəbərdə təkdə olacaqdır. There is some fish in the fridge. Soyuducuda biraz balıq var. Biraz səliqəsiz yazdım, üzrlü hesab edin. Aha, baxın. There is some fish dedik. Əslində fish'in təki cəmi eynidir. Amma burada soyuducuda dediyinə görə o cansızdır, zerisdən gətirdik, verdik. Amma desək ki, there are many fish, fish'də deyə bilərik, çoxlu balıq və ya balığın növlərindən danışıqsa, fish'i cəmləyə də bilərik. In the sea. Dənizdə çoxlu balıqlar var. Burada artıq cəmdə verəcəksiniz. Niyə? Çünki dənizdədirsə artıq o canlıdır. Aid olduğu yerdədirsə xəbər cəm. Qida məhsuludursa sayılmayan isimdir, xəbər tək. Bu formada istifadə olunur. Tamam, çox sağ olun. Onun arasında bilirdim hep ki biraz karıştırırdım hər dəfə. Məsəl üçün mən ölüdürsə, bu ölü, yəni biz onu diri yemirik də, bişirmişiksə deməli ordadırsa ölüdür o. Bəli. Ölü olur, təkdə olur. Bəli müəllimə. Əgər canlıdırsa, dənizdə canlı olur. Bəli müəllimə. Cəmdə olur. Canlıdırsa cəmdə olur, bəli. Sağ olun müəllimə. Müəllimə, bir söz deyə bilərəm. Buyurun müəllimə. Deməli, biz imtahana yaxın hazırlaşırıq. Amma yaxınlaşanda bir də görsən ki, türk sözləri, türk testləri atırlar. Çox qəliz olur həqiqətən onlar. Ola bilərmi ki, məsələn, bunlar da öyrənirik, amma onlardan da elə keçsə, elə bəri başdan elə onlardan da elə bir test sizdə varmı? YDS testlərini nəzərdə tutursunuzsa, bəli müəllimə, onlar mütləq keçirilməlidir. Çünki imtahan formatı ilə o formadadır. Bəli, düzdür. Aha. Siz sağ olun müəllimə. PDF-imiz açılsa yaxşı olacaqdı. Görünür ekran.